Erdoğan CHP-yə səsləndi. Cəsarətiniz varsa korrupsiyanın hesabını verin. Cumhuriyyət Xalq Partiyasının özünün çalıb oynadığı oyunu izləyirik. Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcək. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın. Cəsarətiniz varsa, korrupsiyanın hesabını verin deyə dövlət başçısı bildirib. Qeyd eləyək ki, Əkrəm İmamoğlu martın 23-də həbs olunub.